Artıq Milli Məclisdə oturan bizim o milli qoyunlarımızın canına qorxu düşüb ki, Azərbaycan gəncləri, xüsusən də tələbələri Avropaya üst tutur. Təhsilini bitirdiyinsə Avropaya gedirlər. Bilirsinizmi onlar niyə qorxuzur? Və bu günləri birinci kursa hətta girən Azərbaycan tələbəsi, ya instituta hazırlaşan Azərbaycan gənci artıq Avropadakı və buradakı iş şəraitləri maraqlandırır ki, harda daha yüksək karyera qura bilər, kariyer yüksəlişi edə bilər. Onu maraqlandırınca görür ki, artıq sən demə AzTV-dəki Xəzər TV-dəki deyil Azərbaycan ya Avropa. Xəzər TV, AzTV deyir həmişə Azərbaycan super bir dövlətdir. Azərbaycan gün-gündən çiçəklənir, Avropa gün-gündən dağılır, xüsusən Almaniya. AzTV, Xəzər TV, ATV Azərbaycandan Almaniyanı darmadağın ediblər. Bizim xəbərimiz yoxdur. Biz 8 ildə burada yaşayırıq, nəsə burada belə bir şey görmürük. Bunu əziz vətəndaşlar bir sir açım ki, Xəzər TV-nin direktoru, onun sahibi deyək belə Murad Dadaşov özü bu yaxınlarda Almanda müalicə alıb. Hansı ki Xəzər TV nə deyir? Azərbaycan həkimlərinə çatan həkimlər yoxdur. Azərbaycanda bütün dərmanlar hamısı super səviyyədədir, hamısı yalandır, osturaqdır, inanmayın. Özlərinə götləri ağrıyan kimi qaçıb gəldi Avropada müalicə almağa. Sizə bir deyim ki, bunları ən oturan o qoca qoyunlar var ha, Milli Məclisdə oturan. Bilirsiniz niyə qorxuya düşüblər? Bu gün Azərbaycan gəncləri maraqlanır. Bunu Azərbaycanda da istəyəcəklər. Hansı ki bunun onlara haqları var. Azərbaycanda rüşvəti canımıza virus kimi salmasaydılar, bu yaltaqlığı canımıza virus kimi salmasaydılar, o Milli Məclisdə oturan qoca qoyunları oraya yığmasaydılar, normal düşüncəli, vicdanlı insanlar otursaydı orada, bugünlər Azərbaycan Avropadan daha yaxşı inkişaf etmişdir. Bugünlər Azərbaycanda tibb bacısı ya tibb qardaşı işləyən bir Azərbaycan gənci təqribən 400-800 manat, maksimum 1000 manat alır. Buna görə də ən azından 12 saat işləyir. Amma siz Avropadan buraya gəlib oxusaz və işləsəz, hansı 2 həftə işləyirsiniz, təqribən 2 həftə oxuyursunuz, siz ayda alacaqsınız 1100 evro başlayacaq. Və bundan sabahı, bu ancaq 8 saat ya 8 saatdan artıq işləməyəcəksiniz, ya oxumayacaqsınız. Bundan sabahı həftədə 5 gün, həftədə 10 saatda əlavə işləyirsiniz, buna mini job deyirlər. Ayda 40 saat 600 evro da buna görə alacaqsınız. Bu bütövlükdə eləyəcək 1700. 1000 evrosu tutaq ki, sizin olsun yeməyinizə, içməyinizə, yol pulunuza çıxsın. Amma sigaret burada biraz bahadır. Yemək də kvartirada təqribən Azərbaycan qiymətlərinədir. 300-400 evro kvartira, elə o təqribən 300-400 evro sizin yeməyinizə çıxacaq. Və siz təhsil ala burada, hansı ki daha yüksək təhsil ala bilərsiniz sonradan, 3 il bu təhsil davam edəcək. Siz Azərbaycanda işləyən həmin o gəncdən daha çox pul qazanacaqsınız. Ya təsəvvür edin, bütün rasxodlarınızı çıxandan, xərclərinizi çıxandan sonra kvartira pulu, yemək pulu, sigaret pulun sən ən azı 600 evro qalacaq. Bu da Azərbaycan puluna təqribən 1100-1200 manatdır. Yəni Azərbaycanda o pulu qazanmaq üçün sən baş həkimə yaltaqlıq eləməlisən, onu qohumlarına yaltaqlıq eləməlisən, rüşvət almalısan, rüşvət verməlisən, vicdansızlıq eləməlisən, içində partlayırsan amma deyə bilmirsən ki, bu günləri